Salam, hörmətli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Mən fiziki tərbiyə müəllimi Bəhrəman Muradoğlu. Sizə növbəti bir sualımızı izah eləyəcəyik. Sualımız hər iki hissədə komandaların ilk 5 faulu qeyd edilir, 6-cı və sonrakı faullarda canlı sədd qurulmasına icazə verilmir. Belə bir sualdır. Hansı idman oyununa aiddir? Onu tapmalıyıq. Diqqət eləyək. Sualda bizdən hansı idman oyununun 5 faul limiti qeyd edilir, 6-cıdan sonrakılarda canlı sədd qurulmasına icazə verilmir. Yəni 5-ə qədər canlı sədd qurmaq icazəlidir, 5-dən sonrakı faullarda canlı sədd qurmağa icazə verilmir. Bunun üçün biz diqqət eləməliyik, bir-bir idman oyunlarına baxaq, variantlarımıza diqqət eləyək. A. Futbol. Futbolda bildiyiniz kimi faul limiti deyilən bir qayda yoxdur, anlayış yoxdur. Sarı-qırmızı kartlar, cəza kartları mövcuddur, amma limit olaraq faul limiti qeydə alınmır. Handbol. Handbolda da 5 faul limiti qeyd edilsin, 6-cı fauldan sonra canlı sədd kimi qurulması kimi belə bir mövzular qeydə alınmır. Basketbol. Basketbolda oyunçunun 5 faul limiti var, amma cəza prosedurları fərqlidir. D variantı 3x3 basketbol. 3-ün 3-ə basketbol. Burada da faul limiti 6-dır, amma cəza tətbiq edilməsi tamam fərqlidir. Futzala baxaq. Futzalda diqqətinizə çatdırım ki, biz dərslərdə də demişik. Futzalda 5 faul limiti qeydə alınır, 6-cı və sonrakılarda canlı sədd qurulmağına icazə verilmir.